Hal-hazırda gördüyünüz şəxs Baku TV-nin əməkdaşıdır. İcraçı direktoru isə Mir Şahindir. Mir Şahin bəy bu kimi şəxslərin cəmiyyətdə xoşagəlməz irsini təbliğ edir. Əfsuslar olsun ki, bugünkü gündə dahi liderimiz, ulu öndərimiz Heydər Əliyevin ruhunu şad edən və onun davamçısı müstəqil siyasətini uğurla icra edən, 44 günlük vətən müharibəsində mənfur düşməndən qisas alan, tarixi ədaləti bərpa edən qazilərimiz və veteranlarımız xüsusi döyüş şəraitində, döyüş meydanında göstərdiyi şücaətə baxmayaraq, bu kimi irsiyyəti bəlli olmayan şəxslər ictimaiyyətin diqqətini cəlb edir. Mənim kimi gənclər 50-lik dərəcəsinin təyinatını ala bilmədiyinə görə əlində bəzəkli kloklarla qalıb çöllərdə, küçələrdə, xəstəxanalarda. Ümid edirəm ki, cənab prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyev bizə sahib çıxacaq. Çünki biz onun zəfərinə, dəmir yumruğuna güvənərək 44 günlük vətən müharibəsində zəfər çalmış gənclərik.